böyük olanda bu cür formada eləyəcək və OH buradan çıxacaq. Hidrogen isə hidrogeni az olandan H-dan götürəsən. Əmələ gələcək protein 2. Neçə? 52. 52. Bəli. 52-yə kimi var. Nihat, sənin sualın var. Varsa sən də ver. Əvvəllərdə deyil, məndə var, amma axırlardadır. 52. Normal quruluşlu doymuş bir atomlu spirtlərin nisbi molekul kütləsi artdıqca izomerin sayı və suda həll olma qabiliyyəti necə dəyişir? Deməli, nisbi molekul kütləsi artdıqca təbii ki, izomer sayı artacaq. Suda həll olma qabiliyyəti isə azalacaq. Bu dərslikdə də var. İzomer sayı artırdı, yəni ona yeni izomerlər düzəldə bilirsən. Həll olma qabiliyyəti isə azalır. Çünki aşağı molekul kütləsi spirtlər falan daha bir atomlu spirtlərdən aşağı molekul kütləsi bu etil spirti, məişətdə istifadə elədiyimiz spirti, metil spirtidir. Yəni bunlar daha yaxşı həll olur. Aqreqat halından nə deyə bilərdik? Aqreqat halı necə idi spirtlərdə? Nə demişdik aqreqat halından? Hansılar qaz, daha doğrusu maye idi, hansılar bərk halda idi? 1-dən 11-ə qədər maye idi, 12-dən tərəf bərk idi. Düzdür. Və suda həll olma qabiliyyətini də oradan oxuya bilərdin də. Hansılar həll olur, hansılar həll olur. Sonra 60 var. getmişi. Deməli, hansı maddələr reaksiya kuprimi oksidləşdiricidir? Deməli, burada olacaq CO, bax yazaq. Mən təcə spirit yazmışdım. Kuprimo, üstə gələk CO. Əmələ gələcək kuprium, üstə gələk CO2. Baxaq. Kuprium müsbət 2-dən keçəcək 0-a. Müsbət 2-dən 0-a keçəndə elektron aldı, reduksiya olundu, oldu oksidləşdirici. Reduksiya olunur. Proses reduksiyadır, reduksiya olunur. Özü oksidləşdiricidir, oksidləşdirici, reduksiya edicini həmişə reaksiyanın əvvəlində axtarırsınız. Bu isə mis sərbəst halda olacaq reduksiya məhsulu. Proses reduksiyadır, reduksiya məhsulu. Yəni reduksiya olunandan sonra mis 0-a keçir. Amma oksidləşdirici olaraq əvvələ baxasın. Kuprium 2 müsbət olacaq oksidləşdirici. Bu birincidədir. Bir də baxaq C2H5OH-dan necə gedir? C2H5OH. Mis deməli 2 oksid iştirakında alınacaq. Buradan nə? Aldehid alınır da. CH3, COH, mis və su. Bu necə alınır? Məsəl üçün CH3-dür. CH2OH. Burada mis 2 oksid yazanda mis tək çıxır. Buradan hidrogen oksigenlə birləşir. Yəni buradan çıxdı. Aradan getdi. Burada təkcə karbon qalır. Hidrogenin biri qalır. Bir dənə də oksigen qalır. 2 qatır aldehidə. Aldehid, mis və su əmələ gəlir. Belə. 1-2. İndi nitrata baxaq görək. Mis 2 oksid üstə gələk HNO3. Alınacaq mis 2 nitrat üstə gələk su. Burada müsbət 2-dir, bu mənfi 2-dir. Gəldim HNO3-da NO3-ün oksidaşma dərəcəsi mənfi 1-dir. Nitrat turşusundan əmələ gəlir də bu. Nitratın neçə hidrogeni yoxdursa, o anion üzərinə o qədər mənfi bir yük qoyursan. Bir hidrogeni yoxdur, mənfi 1. Mənfi 1 2-yə vuran bu mənfi 2, misdə olacaq müsbət 2. Müsbət 2, müsbət 2 dəyişmədi. Nə oksidləşdirici deyil, nə reduksiya edici. Heç birindən deyil. 1-2. Sonra 81-82 var.
81. 11,2 kub metr karbon monoksiddən 50% çıxımla neçə kiloqram metanol almaq olar? Kiloqram kub metr varsa heç bir çevirməyə ehtiyac yoxdur uşaqlar. Kiloqram kub metr varsa. Amma kub metr qramdırsa çevirməlisiniz. Kiloqram kub metrə ehtiyac yoxdur. Litr qram, kiloqram kub metr. Bunu yadda saxlayın, daha çevirmə aparmayın. Karbon monoksid üzərinə gəlin H2, əmələ gələcək metanol CH3OH. Sonra mən 4 dənə hidrogen bura gətirib 2 qoyuram. Yox, əmələ gəldi metanol. 11,2 kub metrdən 50% çıxımla neçə kiloqram metanol olmaq olar? Yəni 11,2-nin 50%-ni tapırsam bu edir 5,6. 5,6 neçə kiloqram metanol bilmirəm. Bilirəm ki, 22,4-ə alınacaq 32. Deməli, bu da eləyəcək neçə dəfə az? Deməli, bu 4 dəfə azdır da. 5,6, 23,4-dən. 32-ni də 4-ə böləndə eləyəcək 8. 50% çıxımla deyir də. Yəni, sən 11,2-nin hamısını sərf eləmə. Nə olsun götürmüsən 11,2? Onun 50%-dən. 50%-ni at qırağa. Bu çıxım məsələsini başa salmışdım da. Bilmirəm, siz şəbnəm sənə başa salmışdım ya yox. Yəni, tutaq ki, getdin bir meyvəlidən mal vururlar Bakıda bazarda satmağa. 10 kiloluq bir banan yeşikdən vurublar. Onun 8 kilosunu satıb ondan gəlir götürə bilirlər. 2 kilosunu atdılar getdi. Yəni 2 kilosu nə bilim ya əzildi, ya xarab çıxdı, nə isə. Onun 8%-dən alır deyə, ona görə 80% çıxım. Hansı sənə qalırsa, ondan götürürsən. Çıxım deyəndə uşaqlar elə bilir ki, atdı tullanan hissə. Yox, çıxım yəni sənə qalan hissə 80%. Burada da deyir ki, 11,2-nin 50% çıxımdan. Yəni ki, bunun 50%-dən istifadə elə 7 metanol al. O da 22,4 litrə 32 qramdırsa, litrə qrama yazdım. Burada da kiloqramı da kub metrə, fərq yoxdur. Burada da 5,6 deməli, kub metrədə olacaq 8 kiloqram. Başa düşdün? Bəli. Sonra 82. 82. Hansı reaksiya doğru deyil? 180 dərəcədə necə olar? Görüm, 140 dərəcədən böyük olanda alken alınırdı. Nətər sadə efir alına bilər? O 140 dərəcədən kiçikdir. 180 140-dan kiçikdir. Hayır. Orada bir dənə C variantın onu necə elə almaq üçün onu bilmədim. Hə, gəl izah edeyim. Deməli, bir dən yazıram qarışqa turşusu. Qarışqa turşusunu belə də yaza bilərsən. Baba, o qarışqa turşusunun formuludur. Üstə gəlirəm C2H5OH. C2H5OH da bu tərəfə yazıram. Hidrogen spirtdən OH turşudan. Efirlərin alınmasında OH verir turşu. Əslində xatırlayırıq ki, qeyri-üzvü kimyada turşulardan hidrogen çıxır. Amma bu efirlərin alınmasında bircə turşu özündən OH verir. Hidrogen spirtdən OH turşudan. Buradan su çıxır. Buradan su çıxır. Nə əmələ gəlir? CH3, CO, O, C2, H5. Burada da elə. Efirləşmə reaksiyası. Bir də 84-ün A bəndinin reaksiyası nətər olurdu? Tamamlayanda. O iki qatra Hidrogeni çox olana birləşdirsin. OH, bunu HOH kimi ayır. Hidrogeni apar
2 qat rabitənin ətrafında hidrogeni çox olanı, OH hidrogeni az olan. Əmələ gələcək C2H5, O, CH3, o nə idi? C, CH3, burada OH, burada CH3. Üçlü spirt. Sen var sonra. Necə? 90. Hansı maddənin hidratlaşmasından 3 metil pentanol 2 alınır? 3 metil pentanol 2. İndi baxaq. İndi heç başlayıram hidratlaşdıram HOH. Hidrogen gətirib bura qoyuram, OH-ı gətirib bura qoyuram. Bu olacaq 1, 2, 3, 4. 4 dənədir. 2 metil butanol 2. Bunu qoyduq. İndi təzədən bir dənə də HOH qoyuram. Hidrogen gətirirəm. Ancaq 2 qat rabitə ətrafına. Bura olacaq CH2, OH da bura. Burada 4 karbon atomu var əsas zəncirdə. Olacaq 2 metil deməli butanol 2. Bundan qoyduq qırağa. Pentanol 5 karbon atomu olmalıdır. Deməli 1, 2, 3, 4, 5. Heç nə edirəm o buradan. Buna bax, uzun 4 dənədir. 4 dənədir. 1, 2, 3, 4, 5. 5 dənədir. Buna HOH birləşdirsəm, hidrogen gəlib bura birləşəcək. CH3 olacaq. OH da bura birləşəcək. 3 metil pentanol 2. Yox. 3-cü karbon atomuna metil qrupu, OH da 2-ci karbon atomuna birləşib. Başa düşdün? Heç o boyda ehtiyac yox idi. Bir sarsam əsas zəncirdə 5 dənə olmalıdır. Ben. Görəm. 103 səhv çıxıb. 103. Ben. Səkkiz qram kalsiumun su ilə qarşılıqlı təsirindən alınan hidrogenin karbon monoksidlə qarşılıqlı təsirindən neçə qram metanol almaq olar? Kalsium, üstə gələk su, əmələ gəlir kalsium hidroksid, üstə gələk H2. Bura aparıb 2 qoyuram. 2 də 5-in 4, 2 də 5-in 4, 2 də burada yox. Sağda solda əmsallar bərabərdir. 8 qram kalsiumun 40 qram kalsiumdan 1 mol H2 alınırsa 8 qramdan 5 dəfə az eləyəcək. 1-i də 5-ə böləndə eləyəcək 0,2. Sonra buradan aldın mı hidrogeni? İndi deyir ki karbon monoksiddə qarşılıqlı təsirindən CO üstə gələ H2 əmələ gələcək CH3OH. Burada 2 mol lazımdır. Neçə qram metanol? 2 mol olanda 32 qram metanol lazım alınırsa 0,2 mol olanda bəs neçə qram metanol alınır? O da eləyir 3,2. Buradan aldığın hidrogeni aparsan metanol almaq. %10 var. Otuz 7 qram doymuş bir atomlu ikili spirtin artıq miqdarda götürülmüş natriumla reaksiyasından hidrogen ayrılmışsa spirtin formulunu müəyyən edin. Deməli 37 qram spirtdir. CnH 2n plus 1 OH natriumla reaksiyasına aparıram. Buradan əmələ gələcək CnH2n plus 1 O natrium plus H2. 2'de bura 2 qoyuram, bura 2 qoyuram, bura 2 qoyuram, 37 qram
Deməli, ikili spirtin artıq müddət götürülmüş natriumla reaksiyasına 5,6 litr hidrogen. Hidrogen üzərinə yazıram 5,6. Amma burada 14N plus 18 olanda hardan aldım? 16 hidrogen kütləsi, bunlar da 1-1. 14N plus 18 olanda 11,2 litr eləyəcək. Yine bunu hardan aldım? 2 mol spirt olanda 1 mol hidrogen ayrılır. 1 mol spirtin kütləsini yazmışam. Axı mən burada 14N plus 18. Onda da yarım mol, yəni 0,5 mol H2 ayrılır. 0,5 mol H2 də 11,2 litr deməkdir. Все. Bunları ixtisar edəcəm. Elə buradaca alacağım. Burada 2. 14N plus 18 bərabərdir. 37 vuraq 2 elədi 74. 14N bərabərdir. Buradan 1-1 eləyirik. Deməli 46. 46 eləyir. Dəqiq 46. Yoxsa 42. 74. 18. 56. N də bərabərdir 4. Yox, N bərabər 4 tapdıq. Nə istəyir bizdə? Deməli 4 dənə karbon atomu olmalıdır. Və ikili spirt. Yəni karbon OH qrupu ikili karbon atomuna birləşməlidir. İndi gəlin biz bunu ekrandan silək. 4 dənə karbon atomu olmalıdır. Bilirəm. Burada 4 dənə var, amma birlik karbon atomuna birləşib. Bu birlidir. Burada 5 dənə karbon atomu var. Bunu attım qırağa. Bura baxıram 1, 2, 3, 4, amma 2 atomlu spirtdir. 2 dənə OH var. Yox, birli spirt olmalıdır. Daha doğrusu 1 atomlu spirt olmalıdır. Bax, 1 atomlu. Bura baxıram 1, 2, 3, 4, 4 dənə karbon atomu var. İkili spirtdir mi? OH ikili karbon atomuna birləşib, bəli, ikili spirtdir. Aydın oldu. Bu cür formada elə də əsas ana formulu yaz. Tutaq ki, bilməsən. NH2 plus 1 OH. Oradan natriumla reaksiyasına apar. Oradan hidrogeni ayır. Nələr verirsə hər birini görsən, nə deyir elə onu da elədim. Hər birini öz üzərinə yaz, çıxacaq, alınacaq. Sonra 129. bir atomlu doymuş spirt optiki aktiv olması. Optiki aktiv nə deməkdir? Yəni optiki izomeri olsun. Asimetrik karbon atomu olsun. Asimetrik karbon atomu nədir? 4 müxtəlif qrupdan əhatə olunmalıdır. 4 müxtəlif. Elə biri OH olsun, biri hidrogen olsun. İki tərəfdən də fərqli qruplar qoyacaqsınız. Amma indi biz özümüz seçməliyik də optiki aktiv olması. Birinci deyir X maddəsidir və optiki aktiv deyil. Elə A'ya baxıram, bu optiki aktiv deyil. Niyə? Çünki 3 dənə metil qrupu var. Üçü də eynidir. 4 müxtəlif qrup olmalıdır. Bu A hardasa uyğun gəlir. İndi B'yə baxıram. 4 müxtəlif qrup olmalıdır. Bir dənə OH var. Bir dənə hidrogeni var. Bu hidrogeni buradan götürüb yuxarıya qoysaq, bir dənə də hidrogeni var. Bir dənə metil, bir dənə etil. Bu düzdür. İndi deyir, növbəti də optiki aktiv olmasın. Növbətiyə baxıram, bir OH var. Yuxarıdan hidrogeni var. Metildir, propildir. Bu da optiki aktivdir. Yəni, odur ki, optiki aktiv olmasın. Belə seçirsiniz də. Burada elə X bayaqki birləşmədir, Y-dakidir. Optiki aktivdir də. Bu da getdi sıradan. Gəlirəm bura. Burada X-a baxıram. Metil qrupu, hidrogen, OH. 2 dənəsi eynidir. Bax, metil. Bu optiki aktiv deyil. Bu uyğun gəldi. Amma Y uyğun gəlmir. Y deyir ki, optiki aktiv olsun. Bura bax, üçü də eynidir. Optiki aktiv deyil. Bu da getdi. İndi gəlirəm D-yə. D bəndə deyədir. D-də bax, 2 dənə metil eynidir. Bu optiki aktiv deyil. O birine baxıram. Metil. Yuxarıdan hidrogen, aşağıdan OH, bir tərəfdən etil. Bu optiki aktivdir.
Bu da optik aktiv deyil. 3 dənəsi eynidir. Bunu da atdıq qırağa. Ki, hə, bu optik aktiv deyil. Elə bizə də o lazımdır da, o olmaz. Deməli, elə D variantı. Belə seçirsən. Sonra başa düşdün də necə seçdik? Optika aktiv budur ki, 4 müxtəlif qrup olmalıdır. Y natriumla qarşılıqlı təsirdə olaraq alkan əmələ gətirir. Y. Z-in natriumla qarşılıqlı təsir olduqda H2 ayrılır. X birləşmə reaksiyasına daxil olmur. X, Y set haqqında hansı birləşmələr sinfinə daxil? Deməli, Y natriumla qarşılıqlı təsirdə olduqda alkan əmələ gətirir. Bu nə ola bilər? Alkil halogenitdir də. Halogen var ki, yanında Würz reaksiyası gedir burada. Würz reaksiyasına nə dedik? Monohalogenli törəmələrdə natrium yarıqlı oradan birləşir. Ondan sonra 25 fərqlidirsə 25, 50% olmaqla fərqli alkanlar alınır. Əgər eynisə sadəcə olaraq simmetriya mərkəzi kimi qoyub o bir tərəfinə də yazırsınız. Yəni zəncirin uzanması ilə Würz reaksiyası vasitəsilə yeni alkan yaranır. Bu oldu alkil halogenik. Yəni ki, natriumla reaksiya deyəndə onu birinci yadınıza salırıq. Sonra deyən görək, Y idi də. Bu alkil halogenit Y. Ya A'dır, ya D'dir. İndi gəldik. Z natriumla qarşılıqlı təsirdə olduqda hidrogen ayrılır. Təbii ki, bu alkan olmaz, sikloalkan olmaz. Onlar heç biri natriumla reaksiya getmir. Sigma atomları doymuşdur. Bu olacaq spirt. Deməli, Z də spirtdir. Z də spirtdirsə olacaq D variantı. Aldehidi indi vaxtı çatanda görəsiniz ki, yetmir də. Hidrogenləşir. Deməli, gümüş yüzgü reaksiyasına zadına daxil olur, amma natriumla reaksiya getmir. Hələ ki, bilirik ki, spirt gedir də. Vaxt indicə yazdıq ki, spirt üstə gərək natrium əmələ gəlir. Natrium alkoqolyat tipli birləşmə. Natrium etildirsə natrium etilat, propildirsə propilat. Bir də hidrogen. Başa düşdün? Şəbnəm. Şəbnəm başa düşdün? Şəbnəm. Nihat, sənin sualın varsa sən də verərsən də. Bura qədər yoxdur sualın. Xeyr, müəllim. Axırlarda var. Şəbnəm, sualı ver. 146-dan sonra nədir? Bizdə 168 var. Bundan sonra yoxdur, bir də deyirsən. 180 də işləmişəm. Ona görə yoxdur. 168. 168. Deməli, nə deyir? Doymuş bir atomlu ikili spirt, temperatur böyükdür 140, dehidratlaşmasından alınan suyun kütləsi spirtin kütləsinin 30%-ni təşkil edir. Yəni, burada 18 qram su alınır. Bu spirtin kütləsinin deməli 30%-ni təşkil edir. 30%-i birbaşa 0.3 kimi yazıram. Temperatur böyük 140 olanda istənilən alkendən, məsələn, etil spirti götürək. Alken alınacaq, bir də su da. Mütləq oradan 1 mol su alınır, o da 18 qramdır. 18 bölü x. X-dəki doymuş bir atomlu ikili spirtin kütləsidir. Bərabər 0.3. X də bərabərdir. Buradan 18-i böləcək 0.3-ə. Eləcə 60. Deməli, doymuş bir atomlu ikili spirtin kütləsi 60-dır. Bu da eləcək 14N plus 18 bərabərdir 60. 14N bərabərdir 42. N də bərabərdir 3. Deməli, burada 3 karbon atomu var. İkili spirt deyirsə, bir var propil,
Propil. Propil olsa birli karbon atomuna birləşib OH birli spirtdir. Bir də var izopropil. CH, OH, CH3. Bu artıq oldu ikili spirt. Bu spirt üçün nə ifadə edir? İzopropil spirtidir, bəli. Çünki bu propildir, bu da izopropil radikaldır. İzopropil spirtidir. Tərkibində deyir 10 hidrogen atomu var. Baxaq tərkibində neçə hidrogen atomu var? Bu C3, H7, OH. 10 hidrogen atomu yoxdur axı. Elə 8 hidrogen. Nə dedin? 8 bəndi dedi. Hə. 8 hidrogen atomu var. Oksidaşməsindən aseton alınır. Bəli, birli spirtlərdən aldehid alınır. İkili spirtlərdən keton alınır. Ketonun da ilkin nümayəndəsi elə asetondur da. Oksidaşdirəndə, yəni mis-2 oksid gəlir bura. Buradan 2 hidrogen, bir dənə də oksigen çıxır ortadan su kimi. Sonra mis özü çıxır. Yerdə nə qalır? CH3, CO, CH3. Burada oksigenin 2 qat rabitə gəlir ki, burada valentlik tamamlansın. Bu da olacaq dimetil keton. Bax, bu CO keton qrupudur. Və ya aseton da adlandırılır. Deməli, 1-3 doğrudur. Nisbi molekul kütləsi 74 yox. Elə nisbi molekul kütləsi 66-da. Nə 74? Başa düşdün? Mən yazmışdım, gördüm birli almır. Dedim səhv yazmışam. Birli Ona görə niyə? yazmadım. İkili spirtdir. Sonra OH-ı yenə səhv qoymuşam. Hə, çünki propil deyil də izopropil olsun ki, ikili spirt olsun. Sardı məndə. Nihat, sən sualı ver. Müəllim, məndə 190-cı sual var. 190. İkili spirt ən uzun karbon zəncirində atomların sayı, ən uzun zəncirdə karbon atomlarının sayı 4, birli karbon atomlarının sayı x. Deməli, 1, 2, 3, 4 dənə qoydum. Sonra karbon atomu sayı yazdım. Bura gərək mən metil qoyum ki, metili bu başa qoysam olacaq 5 dənə karbon atomu. Bura qoyuram. Sonra OH fərqi yoxdur. Burada qoya bilərəm. Burada qoya bilərəm. Fərqi yoxdur. İndi məndən birlər soruşur. Allah yaxşı soruşur da mən də qoyuram. Doğru. Birli neçədəndir? 1, 2, 3. 3 dənə birli var da. Ayda, aşağıdakı metli saymıram. Bəli. Olur belə. Sonra Sonra müəllim, səhvə var. Səhvə 196-da 199 200. deməli 199 200. Uyğunluğu müəyyən edin. Oksidləşməsindən keton alınır deyir. Hə. Oksidləşməsindən nə alınır birincinin? Birincinin oksidləşməsindən səncə nə alınır? Keton alınır da, ikili spirt daxil. Hə, ikililərdən keton, birlilərdən də nə alınırdı? Birlərdən aldehid, üçlülərdə oksidləşmirdi. Aldehid, hə. Birlidən aldehid, ikilidən keton. Üçlüdə oksidləşmir. Deməli, bu oksidləşməsindən keton alınır, bura A. Mis 2 oksiddən reaksiya daxil olmur. Oksidləşməyən kimdir? Üçlü. Üçlü oksidləşmir. Mis 2 oksiddən də oksidləşmə reaksiyası. Bura B. Sonra nə deyir? Üçlü spirtdir bu da. Bura aiddir. Gördüyümüz kimi 3 dənə karbon atomuna əlaqəli üçlü. Sənayedə qlikozan qıcqırması reaksiyasından alınır. Hansı alına bilər? Birlilər.
Yox, sənayedə qlikozanın qıcqırmasını bilirlər deyəndə ki, spirt alınır da burada. D, etil spirti D. Sonra hidratlaşmasından bir dənə bu qalmışdı. Hidratlaşdıraq. Hidrogen hidrogenə çox olana gedəcək. OH da hidrogenə az olana. Buradan alınacaq CH, Birinci də müəllim. OH. Bəli, birinci. Y də buradır. Nə oldu? Bura AY. Bura hansı idi bu? D. Burada daxil idi. B'dən C. Sonra Bir də 200 var müəllim. Bir də orada deyin. Onu biz fərqlə gedəcəyik, yoxsa neydi? Molekulunda oksigenin kütləsi A, karbonun kütləsi 3A. Yox. CN formuldan gedəcəksən. CN H2N plus 1 OH. Oksigenin kütləsi A. Oksigen bir dənədir. Yəni A bərabər ediləcək 16. Karbonun kütləsi 3A'dır. 16 bıraq 3. Eləcək neçə? 48. 48-i də karbon kütləsi 12-yə bölündü. Deməli bu C4-dür. H9 OH-dır da. Bunu tapmaq Mən istəyirdim. fərqlə gedəcəm deyə tapa bilmirdim mən. Fərqdən niyə? Oksigen kütləsidir. Bir dənə oksigen var da. 16-dır. 3A'ya qədər, yəni 48 dənə karbondur. Karbon da 12N bərabərdir 48. N də bərabərdir 4. Sonra qalanını yəqin ki tapa bilərsin. Hə, müəllim bildim. Var sualın yenə? Xeyr müəllim. Çox atomları yazmamışdım. Görüm o nə qədərdir ki elə. Əziyyət çəkmişsiniz. Bir. 64 dənə də. Fenollara baxaq. Fenollarda 34 dənə. Elə bunların 10 dənə də bunu qatsaz. Şu. Bunu eləyə bilərsiniz. Bir dəfəyə də bunu eləyərsin. İndi fenolların izahına keçəcəm.